Bak Ha bu şey boya dediler. Nerede? bizim prençenimizdir. Evin prençeni ikinci mərtəbəyə qalxan prençenlərdir. O belə bu fasıl yığmışıq. Prençenlərdir. Bak. Bakalım. 1.8, 1.9 santimetre olan prençenlərdir. İkinci mərtəbəyə qalxan. Bak prençenlər. Belə yığmışıq. Böyle divarlarımız hələ aboy vurmamışıq. Aboy. Şimdi aboy da vurasıyıq. Bak belə divarlarımız. Bak patoloğu bu fason işləmişik. Kimin ürəyi nətər istəyir də o fason, o qaydada işləri görürük. Bu Xazərin özündən asıldı. Ya dizayn verməklə, kimsə gözləri ofisdə işləyirlər, pasiyanı ofisdə nəysə indi cəmaət qayıdıb eləsi var, heç paluqa da vurdurmur ki, ofisdə axşama kimi işləyirəm, gözlərim yorulub, mən evə istirahətə gəlirəm, ev sadə formada istəyirəm. Amma indi kimsə də belə istəyir, hər öz zövqünə görə. Çoxu cavanlar belə istəyir, biraz yaşlı adamlar, biraz yaşı 50-dən yuxarı olan insanlar ofislərdə çox otururlar deyə gözləri yorulur. O sadə forma istəyirlər. Deyirlər bizə, məsələn, paluq istəmirik, məsələn, bu fason sadə, dədə baba qaydasında ki, işdən evə gələndən sonra istirahətimiz, rahat arxayın istirahət eləməyə. Bu fason qapı qoyulub, arka yığmışıq. Hani elə burada aboy işləməyib, aboyu da qurmamış. Otaqlar da laminatdır. Bu deyənə divar şeyləməyib. Bu da bir otağımız. Patolog, bax bu fason, patolog qıraqlar belə işlənib. Fason, ev yəsinin zövqünə görə də, hələ bir zövqə görə. O otaqda hamam, sanuziya, kafirlər işləmişik. Hələ patolog yığılmıyor, patolog yığasıyıq. Patologlar bax bunun, bax bu fason belə işləmişik. Bunun polu. O belə bir dizayn verirlər. Dizayn bir divar qara, bu divarla ağ. Kim necə istəyir, hərənin öz zövqünə uyğun iş görür. Burada bunun koridoru. Yəni burada ikinci bir sanuziya. Bura biraz qaranlıqdır. Yəni də burada sadə form, bax belə bir dizayn verilir. Bir divar yəni. Kalan divarlar başka bir renk. Bu bunun ikinci mərtəbəsi. Birinci mərtəbədə də ki, yenə remont işi gedir. Müəyyən bir hissəsində gedir, müəyyən bir hissəsində gedir. Sağ ol.